Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. Yenavaz.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunub ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyət əks etdirmir. Stat: hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir. Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir. Hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb. Mövcud vəziyyət aidiyyatı tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır və zəruri profilaktik və əks epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Epidemik parotit daha çox peyvənd olunmamış və ya natıma peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava damcı yolu ilə öskürmə, asqırma və ya yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11-23 gün davam edir. Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaq ətrafı, tüpürcək vəzlərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır. Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır. Statın sonu. Nazirlik həmçinin valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı tövsiyə edib. Stat: Azərbaycanda milli peyvənd təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərə əleyhinə kombin olunmuş peyvənd uşaqlara 12 aylığında vurulur. 6 yaşında isə revaksinasiya aparılır. Məxmərə əleyhinə kombin olunmuş peyvənd epidemik parotitdən qorunmanın ən etibarlı və effektiv vasitəsidir. Valideynlərə övladlarının peyvənd statusunu yoxlamaq tövsiyə edilir. Hər hansı səbəbdən peyvənd təxirə salınıbsa və ya buraxılıbsa, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edərək həkimlə məsləhətləşmək tövsiyə olunur. Statın sonu. Həmçinin xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünü müalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunması tövsiyə edilib. Stat: Səhiyyə Nazirliyi bir daha bildirir ki, ölkədə epidemik vəziyyət tam nəzarət altındadır. Əhalinin sağlamlığını qorunması məqsədi ilə epidemioloji monitorinq və operativ nəzarət tədbirləri fasiləsiz davam etdirilir. Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları və onları paylaşmamaları xahiş olunur. Statın sonu.